Makyaj ləvazimatları sıralayırıq. Kiko. Kiko. İndi başqa hansı məhsullar çıxacaq bilmirəm. Kikonu qoymaq olar. 7. Lancome. Lancome'un çox gözəl məhsulları var. Amma üz baxım məhsullarını daha çox bəyənirəm. Məncə 5. Oy, çox qəşəngdir. Make mənim çox sevdiyim markalardan. Karandaşları olar. Fenty Beauty'nin heç bir məhsulunu istifadə eləməmişəm, yalan deyərəm. Ten paleti qəşəngdir. Bir də highlighter'ını görmüşdüm, çox qəşəngdir. Məncə ola bilər 6. Rihanna bizi kəsəcək. NYX mənim ən çox sevdiyim markalardandır. Hətta dodaq boyaları var ki, illərdir alıram, istifadə edirəm. Yeni viral olan gözaltısını istifadə eləmisən? Necədir? Hansını deyirsiniz? Belə yəni batırmalı deyil. Serum kimi olan. Çox istifadə eləməmişəm. Yox, eləməmişəm. Neçəyə qoyuruq? NYX-i qoyaram 2-yə mənim üçün. İndi bilmirəm, başqa hansı Dior. Dior'un məndə çox az məhsulu var, 2-3 məhsulu var, amma bir marka olaraq və özümdə baxdığım qədərilə qəşəng bir markadır. Məhsulları çox keyfiyyətlidir. Kanal kremi olaydı şah qızlar. Birinci yerə qoymaram amma 4. Məncə də amma birlik deyil. The Ordinary çox qəşəng markadır, məhsulları çox uğurludur, çox istifadə eləmişəm. Amma yenə birlik deyil, 8-ə qoyaram. Mən təxminən birə nə qoyacaqsan? L'Oreal. L'Oreal-da çox yaxşı məhsulları var. Həm baxım məhsulları deyə bilmərəm, amma makyaj məhsulu olaraq məncə çox yaxşı məhsulları var, amma yenə 1 deyil. Tonal kremini bəyənirsən, o da 2-yə bölünüb insanlar bəyənir. Hə, Too Much mənim ən çox istifadə elədiyim gündəliyim. Tarte'ın sadəcə konsilerini istifadə edirəm və çox bəyənirəm, amma 1-ə qoymaram. 1 nə olacaq? Deyildi amma Tarte. Maybelline birlik deyil, amma 1-ə gəldi. Mən dedim efsanadan gələcək, onu qoyacağıq. Hə, gəlsə qoymaq olardı. Mən çox sevirəm. Bu yəni 1-ə gəldi, amma birlik deyil. Birlik deyil, amma qoyaq 1-ə. Hələlik.